Bundan əvvəlki videoda analitik və holistik rubrik haqqında danışdım. İndi isə tapşırığa əsaslanan və ümumi rubrik haqqında danışacağım. Yəni xüsusi və ümumi rubrik. Analitik holistik rubrikin tərtibatıdır. Yəni format olaraq bu cür tərtib olunur. Xüsusiyyətinə görə isə rubriklər iki yerə bölünür. Ümumi rubriklər, xüsusi rubriklər və yaxud da deyə bilərik ümumi rubriklər, tapşırığa əsaslanan rubriklər. Hal-hazırda gördüyünüz rubrik ümumi rubrikdir. Bütün riyazi məsələlərdə bunu tətbiq etmək olar. Ümumidir, yəni meyarlar ümumi verilib. Riyazi məsələ həll edir. Ümumidir. Riyazi məsələ yollarını bilir. Ümumi meyarlardır. Yəni bunu istənilən riyaziyyat müəllimi, istənilən məsələdə, istənilən misalda nə edə bilər? Tətbiq edə bilər. Düzdürmü? Ümumi rubrikdir bu. Xüsusi rubrik isə aşağıdakıdır. İntibah mədəniyyəti haqqında təqdimatı qiymətləndirmək üçün holistik rubrikdir. Yəni bu xüsusi ümumi rubriklər həm analitik ola bilər, həm holistik ola bilər. Onun fərqi yoxdur. İntibah mədəniyyəti haqqında uşaq təqdimat edir, mən də onu qiymətləndirirəm. Yəni bu bir tapşırığa əsaslanıbdır. Bunu hər müəllim hər yerdə istifadə edə bilməz. Bunlar nə olacaq? Ümumi və xüsusi rubriklər. Bir də var, məsəl üçün, əməkdaşlığı qiymətləndirən rubriklər. Gəlin ona da bir nəzər yetirək rubriklərə baxmışkən. Əməkdaşlığı qiymətləndirən rubriklər necə olur? Onlar da ümumi rubriklərdir. Hər kəs istifadə edə bilər. Baxın, bu rubrik yoldaş qiymətləndirilməsi üçündür, əməkdaşlığı qiymətləndirmək üçündür. Ən çox biz demişdik, hansı iş üsullarında yoldaş qiymətləndirməsi olur? Karuseldə, bir də akvariumda, amma digər iş üsullarında da ola bilər. Burada qrup işidir. Yəni rubrika baxanda görürük ki, qrup işidir və yoldaş qiymətləndirməsidir. Həm də ümumi rubrikdir. Bütün müəllim bu rubriki istifadə edə bilər. Qrup işi aparırsa istifadə edə bilər. Veririk uşaqlara. Orada şərti özümüz qoya bilərik. Üzbəüz oturduğun sinif yoldaşını mı, özündən soldakı sinif yoldaşını mı qiymətləndir. Yəni fərqi yoxdur. O qaydanı özümüz qoyuruq. Razıyam, razı deyiləm. 2 dənə cəmi keyfiyyət səviyyəsi qoymuşuq. Meyarlarımız isə bunlardır. Meyarlarımız nələrdir? Qrup yığıncağında vaxtında iştirak etdi. Qrup müzakirələrində aktiv çıxış etdi. Payına düşən işi vaxtında tam gördü. Qrup iştirakçıları ilə yaxşı yola getdi. Ümumilikdə qrup üçün faydalı oldu. Həm əməkdaşlığı qiymətləndirirəm burada, həm yoldaş qiymətləndirməsi aparıram. Şagirdlər bir-birini qiymətləndirirlər. Yəni bir-birlərinin belə deyək də, rəy vermək kimi bir şeydir. Rəy verməsələr də sanki rəy verirlər meyar şəklində. Əgər uşaq fikirləşirsə ki, sinif yoldaşı qrup yığıncağında vaxtında iştirak edib, razıyama bir quş qoyacaq. Yox, fikirləşirsə ki, vaxtında iştirak edəməyib, razı deyiləmə bir quş qoyacaq. Yəni ikisindən birinə qoymalıdır. Bunlar ümumi rubriklərdir. Eyni zamanda da yoldaş qiymətləndirməsi üçün tətbiq olunan rubrikdir. Özünü qiymətləndirmə ilə bağlı rubrikə də baxaq. Əgər molla gəlmişkən ölən ölsün. Baxın, bu özünü qiymətləndirmə ilə bağlı rubrikdir. Amma ümumi rubrik deyil, xüsusi rubrikdir. Görürsünüz, Azərbaycan 9-11-ci əsrlərdə. Bu bir tapşırıqla bağlıdır, bir mövzu ilə bağlıdır. Özünü qiymətləndirmədir. Necə rubrikdir? Bu xüsusi rubrikdir, amma bayaq göstərdiyimiz ümumi rubrik idi. Şagirdə bu meyarları müəllim hazırlayır, verir. 3 dənə səviyyə qoyubdur müəllim. Yəni, ola bilər, müəllim 3 dənə səviyyə qoyub, burada heç bir problem yoxdur. Keyfiyyət səviyyəsini 3 dənə eləyibdir. Yaxşı, orta, kafi. Çünki burada, belə deyək də, sırf təlim nəticəsinin şagirdin özünü yoxlamaq üçündür. Yəni, şagird özünü yoxlayır. Əslində 4 səviyyədə deyirik olmalıdır meyarlar. Yenə deyirəm, time'da səviyyələri qatıb qarışdırıblar bir-birinə. Yəni, müəllim 2 səviyyə də qoya bilər, 3 səviyyə də qoya bilər. Əsas odur ki, şagird öz-özünü qiymətləndirmə bacarığı formalaşsın və şagirddə metakognitiv bacarıqlar formalaşsın ki, yəni, mən nə də zəifəm, nə də güclüyəm. Yəni, müəllim 3 dənə qoyub ki, şagirddə anlaşılmamazlıq yaranmasın da. Adətən şagirdlər deyirlər 3, 4, 5, yəni rəqəmlə. Ona görə 3 səviyyədə qoyubdur. Azərbaycan 9-11-ci əsrlərdə. Bu nədir? Bu mövzudur. Bu mövzumuzdur. Görürsünüz, bu mövzumuzdur.
Aşağıdakılar isə meyardır. Ümumi siyasi vəziyyəti şərh edə bilirəm. Uşaq oxuyur. Əgər bilirəmsə, yaxşıdırsa, şərh edə bilirəmsə, öz-özünə düşünür, metakognitiv bacarıqlar formalaşır. Özünü sanki daxili dialoqda olur, özünlə daxilən danışır. Siyasi vəziyyəti şərh edə bildimmi mən dərsdə? Edə bildim. Tamam, yaxşı. O dövrün mühüm şəxsiyyətlərinin fəaliyyətlərinin oxşar və fərqli xüsusiyyətlərinə görə müqayisə edə bilirəm. Aha, o dövrdə verən şəxsiyyətləri müəllim Venn diaqramında işlədibdirmi? Yəni tapşırıq eləyib də, müəllim bunun sonunda qiymətləndirir. Yəni görsün şagird bugünkü fəaliyyətini nə cür qiymətləndirir. Əgər şəxsiyyətləri müqayisə edə bilibsə, yenə yaxşıya bir quş qoyur. Yox, bir qədər zəif müqayisə edibsə, bu zaman ortaya qoyur. Yəni şagirddə özünü qiymətləndirmə bacarığı formalaşdırmaq lazımdır. Üçüncü isə o dövrdə yaranan dövlətlərin xəritədə yerini müəyyənləşdirə bilirəm. Tutaq ki, şagirdin bir qədər xəritə bacarığı zəifdir, vizual bacarıqları zəifdir. Bunu bir qədər çətinliklə eləyib, ona görə də yazır nə? Yəni hal-hazırda edə bilirsə yazsın. Yəni söhbət keçmiş zamandan getmir. Bugün etməkdən söhbət gedir. Edə bilibsə yazsın yaxşı. Yox. Etməkdə çətinlik çəkibsə nə yazacaq? Kafi yazacaq. Bu elektron lövhədən nədir mənim çəkdiklərim, amma zaman-zaman alışıram deyəsən bir şey çıxır ortalığa. Bu qədər. Həm ümumi rubrika haqqında danışdıq, həm xüsusi rubrika haqqında danışdıq, həm özünü qiymətləndirmə, həm də yoldaş qiymətləndirməsi haqqında danışdıq.